Emin qaşları yapışıb saçarım. Onun istədiydi. Yapılır ya, kötülü bu arada. Onu bir yaptırırdım. Valla vererdim, evde kullan verirsin. Hemen başka. Arkadaşlar biz məzun oluruq. Düzdür, bu aralar bir yerdə hazırlıqlara gedirdik. Ayda, cidden. Üstüne bir 4 il keçirdim. Çok duygusalım hocam. Bir akşam ağlamışam. Ben birinci sezonda zaten çok duygusalım. Bir de asırı. Birazdan yəqin ki başlayacaq göz yaşları. Hepimiz zaten daha koyalım. Hə. Amma atmaq istəmirəm. Mən ayıb baxışda. Kefimi qəşəng yerəm ki. Atmaq istəmirəm. Kanalımıza abone olmayı unutmayın. Dostlar, Bahar'ı tapdım. Biz mezun olduk. Evet, oldum. Tarih hazırlığından Bakı Dövlətə. Orada da məzun olurum. İnşallah ki, dostluğumuz bir ömür boyu. İnşallah, inşallah. Arkadaşı çok istəyirəm. İldə bir dəfə tapıb birbirimizi görsək də, onun səviyyəsi dəyişmir. Səni təbrik edirəm. Mən də təbrik edirəm. Sevmiyə gəldiyin, nə bilim, axı ki məzun olurum. Ama ben bu YouTube duygusal benim birazdan ağlayacağım yani. Ya mən deyiləm elə ki, tanıyım. Var. Hello düşmanı var dostlar. 11 illik sinif yoldaşımla artık Bakı Dövlətdən də Məzun olduq. Evet, bir 15 idi biz eyni yerdə oxuyuruq. Bəli, Təbrik bəli. edirəm səni. Mən də səni. Neyse. Haberin olsun. Bu YouTube olacak. Yani belki 20 dakikadan değil. Yaxşı. Burada tanrı bizim kimi değiller. Açık değiller. Bəli dostlar, burada Turalı tapdım. Ya elma vur bir dənə. Salam salam. Burada da Firuz. 297 uşaqları gəlir. Allah biləcəri burada diye. Dostlar, sinif yoldaşlarını falan bir iade ettikten sonra geldiniz kursa. Mezun olurum. Mezun olurum. Ben Beybulan'ın Ben Beybulan'ın seninle. Hayır, bu soruydu. Bu soruydu. Bu işin bizdesi hasta. Ben Beybulan'ın seninle. Evet arkadaşlar. Bugün üniversitemizin muhteşem mezun gününde her birinizi hoş gördük. İmam Hatipoğlu. Aziz mezunlar, her birinizi samimi kalpten tebrik edip, gelecek faaliyetinize uğurlar, yeni faaliyetler arzular. Dostlar, bu da benim canım ciğerim. Bakı Dövlətində qazanacağım ən gözəl. Şu an çox mutsuzdur. Əsla məmnun eləyə bilmirik. Dostlar günündə tamam. Son
Bakıda da sessizlik şimdi. Je ne veux pas d'un jour de chez Chanel. Je ne veux pas dans ma limousine. Je ferai quoi, papara, papara. Autrement de personnel, je ferai quoi? Un chemin, c'est pas pour moi. C'est para, papara, papara. Je veux l'amour, la joie et la bonne humeur. Je n'ai pas votre argent qui fait mon bonheur. Moi je vais coller la main sur le cœur. Devamı ve içeride arkadaşlar. Aba, allons-y, à bientôt. Sen de öp, video bağlansın. Dostlar, dünən məzun olub bugün gedirəm dayım qızı məzun etməyə. Bizimkiler hazırlaşır. İşte mamam, xalam gel falan gedəcək təbrik eləməyə. Koymuş mu kaba? Yoksa Koy koy. saçımı burasını düz ayırmamışıq. Ama adamı orada bularak. Gel şey Eve gedirsiniz. Elə bir tanışdı. Mən də yeni Çok he. Eyni. Ayşen çoktan gidiyor. Həqiqətən çox Vəziyyətə qaçırıq. duygulu bir Valideynlər. Zəhmət olmasın. Buranı boşaltın ki olur. Standarda hazırlaşır. Ben makyajım hazır. Saçımın arkadaşlar. Dostlar ben hazırım. Starstam da hazır gibi. Hazır. Keçi hazır. Çok tatlı. Dostlar, çok uzun süreden sonra artık gelip taktım. Ay indi saçım başım her şeyim bir karışık, bir özümü düzeldim. Kameram donsuz hiç çekmir, postayı böyle. Durum güncellemesi. Sevda Hanım'ın outfit değil. Düz ayakkabılar biraz incidir ama yine çok güzeldi. Salam, Aytacığımı bu yoxuba qoymaq üçün çəkiyorum. Sən qrup yoldaşlarım, səni çox istəyirəm. 4 ildə. Tamam dostlar. Sağlamayacağız. Yani Allah yaradı. Bu kadar göz altında. Günmü gün elədin də. Çox gözəl. Çok sağ ol. Ya 297 uşaqlar hər yerdə. İndi Greenland yox. Greenland idi bura. Ya Dreamland aslında. Greenland, hə, Greenland. Dreamland, nə bilim, hər yerdə idi. Biz başqa yer. Həmişəki kimi özümüzü göstərir. Əsas da 297. 297. Arkadaşlar benimkini buldum. mənə geç gəlmədi yəni danışmam. Bir saat yarım. Bir saat yarım hə. Cidden çok kötü hissediyorum. Yəni söz tapmıram. Evet dostlar. Bakın kimi buldum. Kimi buldu acaba? Yarın mən. Çok yaşayalım sana Aytaç Hanım. Beğendim sizi. Ay çox sağ olun. Satılı. Aytacığım vlogundan sonra. Selemi Aycini vlogu. Yaşayın mı?
bir seviye. Bunlara bakmayın. Sakın şu şekil çekilmeye hele çok vaktiniz olacak. İyi ise. Çok memnun bugün biz sizi yılların senesinden Bakı Bölümler Üniversitesi'nden mezun gündür. Sizin gürültü alkışlarınızı ile kaydedin. Hem vaktimiz ve akşamımız ve yolculuk izleyicileri görüyorsunuz. Ben sizden bilərimdən və aşırıqdən təbrik edirəm. Yaxşı. Azərbaycanın gələcəyinə baxırsınız. Əziz Azərbaycanın gələcəyi, siz aranızdan böyük tədqiqatçılar, diplomatlar, rəhbər şəxslər və yaxud da müəllimlər olacaq. Ona görə Nasıldım? Çiçek gibi. İndi her komanda ayrı ayrılıkta gelecek bura. Okey. İndi hazırsanız onlar kimi reks etmeye? Kardeşlerin üstüne gelirsen yoksa yok. Sağ olun, çok sağ olun. Gelin, gel. Gel. Her zaman əvəz edəcək dostlarımız var bizim. 3, 2, 1, 7. Gitti. Kifayət edər, əziz məzunlar. Vallahi orada əyləşənlərə maneşilik törədir. Onları da görə bilmirlər. Gəlin əyləşək, xahiş edirəm. Doğrudan görə bilmirlər. Çünki biz qalibi alqışlarla seçəcəyik. Qardaşım, doğrudan. İstəməzdim sənin yerindən tərpədim, amma həyat belədir və neydi? Həyat belədir. Və növbəti xaranızda təyin edin. Növbəti, daha tez. I'm sexy and I know. 3, 2, 1, gitti. Okay. Sexy and I know. Stop. Önce öğreşebiliriz. 3, 2, 1, gitti. I'm sexy and I know it. Sexy and I know it. Eyvallah, süper. Dostlarım çıkış edenler gelin bu tarafa. Her komandanın 2 seçimi olur. Eyvallah. Növbəti komanda... Eyvallah, okey, eyvallah. Neyse bu burada... Eyvallah. 3, 2, 1, gitti. Hoppa. Gangnam Style. Okey.
Öğrendiler. Hazırsınız. Sizin grubunuzun adı ne olsun? Aşıklar grubu. Olsun, Aşıklar grubu. Gittik. 3 2 1. Biz olduk ilk çıkış eden kanallar ve azizle kalmışsınız galiplerimiz. Bak bizim dostumuz Red Bull'dan sizin için bir hediyeler. Red Bull'cu alkışlar gelsin. Sizin grubu alkışlarınız ile Kazım Baba, Kazım Baba, Aykut, Kazım Baba. Nerede çağırarsam Gözüm seni yaşamak seni yaşamasın hep bu saniye Gece yoktum o niye Hamzasın içten Onun adı neydi Mahmuş'tan? Ben sevmiştim. Nuru var burada, Nuru. Eliyev sanatımızda. Ayşe, siz de değil adınızı. Azer, sonra. Can. Ama bir Nuru da var burada Eliyev. Ay Allah ne, bak senin adın nedir, bak senin adını biraz söyleyeyim. Senin adın nedir? Benim adım Rebecca. Rebecca. Canım. Aşağıya.
məndir bu. Və söz vermənimdir. Seninki ayrıdır. Bunda dəsti var. Mənə bak. Nəyə göstərsən? Yoxsa qaldım ikisinin arasında. Ben ikisine de vermeyeyim. Bəli. 4 ili o başa verdik. Bəli. 1 ili gedirəm əskərə. Bilmirəm, bəlkə bu son sözlərimdir ya da yox. İndi sonra görərik. Ola bilər də indi Allahdır. Allahın işidir. Ölüm var, qalım var. Görməliyəm. Allah eləməsin. Haqqımıza halalin. Allah xoş olsun. Allah xoş olsun. Dostlar, geçen günüydü. Bəli, bəli. Gecənin ulduzlarından biri. Ben. Bye bye. Gelin de bura. Gün sondu. Artık bitti. Mezun olman oğlan. İşte mezun günü, peçel. Bitti. Çok teşekkür geçti her şey. Salamlar dostlar. Artıq vlogun sonuna gəlib çatdıq. Yəqin ki, mən bu videonu çəkdiyimə görə bir müddət keçib məzun gününün və içerinin üzərindən artıq və sadəcə
belə bitməsini istəmədiyim üçün ümumilikdə Bakı dövləti keçən illərim haqqında biraz danışmaq istəyirəm. İlk öncə mən uşaqlıqdan həmişə xaricdə oxumaq xəyallarım olub, arzularım olub və bunları xəyal elədikcə düşünürdüm ki, okey, həyatdır. Əgər xaricdə oxumağım alınmasa, burada özümə bir ideal universitet kimi Bakı dövləti seçmişdim. Sirkə falan gedəndə yadımdadır ki, onun qabağından keçirdi və cidden mənə binası belə çox qəşəng gəlirdi. Böyülənmiş kimi hiss eləyirdim Bakı dövləti görəndə. Daha sonra həyat elə gətirdi ki, mən Bakı dövlət tələbəsi oldum. Çox sevinmişdim qəbul olduğum zaman, amma birinci kursda bəzi işlər yolunda getmədi. Çünki mənim məktəbdən cidden çox yaxşı dost ortamım var idi, çox əylənirdi. İndiyə qədər də mən onlarla hər gün danışıram, görüşürəm. Hamısı cidden çox istəyirəm hamısını. Amma universitetdə artıq onlar, yəni yox idi dediyimi hər gün onlarla görüşə bilmirdim. Yəni məktəb yeni artıq universitetdə idim. Yepyeni bir ortam var idi. Yepyeni qrup yoldaşlarım, tələbələr çox qəribə gəlirdi. Biraz öyrəşə bilmirdim. Daha sonra hər gün səhər durub o metrodakı sıxlıq, Bakı dövlətin özünə çox tələbə olduğuna görə Bakı dövlətin hər yeri çox sıx idi, tələbələrlə doluydu. O sıxlıq məni çox pis eləyirdi. Yəni dərslərə öyrəşə bilmirdim, imtahanlara öyrəşə bilmirdim, müəllimlər mənə çətin gəlirdi. Üstəlik heç bilmədiyim bir dil öyrənirəm, mən fransız dilini bitirmişəm. Hər şey çox çətin gəlirdi. Amma ikinci kursdan sonra biraz toparlamaya başladım. Könüllü, daha doğrusu təşkilatlarına qoşuldum, layihələrə qoşuldum, çox maraqlı tədbirlərə getdim və artıq universitetdə də bir dost anlayışım yaranmağa başladı. Qrupdakilərə alışdım, əylənirdik, patokdakı qızlarla, ümumiyyətlə, yəni Bakı dövlətdən çox tanışım oldu və hamısını yaxşı ki tanımışam. Dediklərim çoxdur, təbii ki istisnalar həmişə var və olacaq da. İkinci kursdan sonra yaxşılaşdı hər şey. Artıq 3-cü kursdan sonra mən təcrübə proqramlarına qoşulurdum. 4-cü kursdan isə artıq işləməyə başlamışdım. Yəni mənə deyə bilərəm ki, mən üçün universitetə alışma dönəmi 2-ci kursdan sonra düzdür. Bəzi haqsızlıqlar olurdu, onlara bilmirəm, yenə də çox pis təsir eləyirdi. Lakin həyatdır bu. Amma 4-cü kursa artıq başlayanda dedim ki, yox, mən cidden bir Bakı dövlət tələbəsi olmağı çox sevirəm, Bakı dövləti çox sevirəm. Məzun günündə hətta düşünürdüm ki, ora sonra gələrəm. Daha sonra, yəni müəllimlərin məndən qatdığı çox şeylər oldu. İstər negativ cəhətdən, istər müsbət cəhətdən, daha çox müsbət cəhətdən. Yəni cidden savadlı müəllimlər olduğu bilinirdi mühazirələrdən və yaxud seminarlardan. Daha sonra Bakı dövləti mənə yaxşı ki qazandırdığı insanlar oldu. Bunlardan biri qrup yoldaşım Aytadır. Yəqin ki, digər bloqlardan bilirsiniz, tanıyırsınız. Yəni uyuşduq ondan, çox yaxşı uyuşduq, çox qəşəng. O da Aytadır, mən də Aytacam, xərcəyin gürcüdür o da. İşte eyni ixtisas, işimiz də indi eynidir. Yəni mindsetimiz onunla çox yaxşı tutur. Hətta artıq hər gün görüşdüyümüz vaxtlar bir-birimizin cümləsini belə tamamlayırdıq. O qədər bulutlamışdı bizim fikirlərimiz, beyinlərimiz. Çox tatlı insanlar tanıdım, yaxşı ki də tanıdım. Onları həyatında çox uğur arzulayıram. İstər karyeralarında, istər şəxsi həyatlarında çox xoşbəxtlik, uğur, şans arzulayıram. Daha sonra isə gələk o möhtəşəm 2 günə. Cidden bəlkə də həyatımda keçirdiyim, yəni 90% həyatımda keçirdiyim ən qəşəng günlərdən ikisi idi. Veter və bizim məzun günü. Məzun günü Veter arasında birinci məzun günü oldu. Daha sonra 2 gün sonra Veter oldu. Düzdür, ən birinci bizim universitet elədi məzun gününü. Buna biraz pis olurdum ki, biraz keş iyunun axırlarına doğru olsaydı. Amma cidden o qədər qəşəng oldu ki, çox əyləndik. Yəni mən məzun çəkilişində falan düşünürdüm ki, yəqin məzun günü çox kövrələrəm. Lakin biz əylənməkdən kövrəlməyə vaxt tapmadıq. Çox maraqlı idi. Özəlliklə Mərdan hissəsi, Mərdan gəlmişdi. Çox coşdurdu. Yəni mən kablok geyinmişdim. Hardasa bir 10 santimlik, 12 santimlik kablok idi və mən o platform kablokda
tullanırdım. O kadar delicesine eğlenmişdi ki artık arenadan çıxandan sonra ayağı yanı getdik bayağı. Maşına qədər bayağı yürümüşəm ayağı yanı. Çox qəşəng idi. Hər şey çox qəşəng idi. Düzdür biraz rəsmi hissə uzun idi amma yəni ki sonuçta 4 illik bir hekayənin sonudur. Rektorlara falan qulaq asmaq lazım idi. Sadəcə o günü düşünəndə mən sadəcə belə gülümsəyirəm. İçimdə çox xoşbəxt bir duyğusallıq olur. Yəqin ki ömür boyu belə olacaq. O günləri çox belə xoş xatırlayacağam. Daha sonra Beyteri gündə yenə dəlicəsinə çox əyləndik. Aygün oldu, Röya oldu. Bunlar hamısını zaten görmüsünüz. Hər şey çox qəşəng idi cidden. Yəni look'um falan da çox xoşuma gəlmişdi. Makyajım olsun. Hər şey ürəyimcə idi, yəni hər şey. Yəni bu qədər qəşəng keçəcəyini cidden gözləmirdim. Bəli, cidden Bakı Dövlətdə nə qədər danışsam, nə bilim, nələrdən danışım artıq. Bizim 2-ci kursda Ramazan bayramı ərəfəsində, yəni bir aylıq oruç tutduğumuz ayda biz günorta smeni idi və hamımız, yəni çox oruc idi qızların qrupda və işte dərsimiz 7-də qurtarırdı, hardasa iftar vaxtına gəlirdi, çıxıb gedirdi oradan iftara qızlarla, daha sonra dağılışırdıq evlərə. Yəni bir ay boyunca bir ayımız belə idi, hər günümüz belə idi daha doğrusu. Sonra oldu bizdə maraqlı günlər. Aytazla məsələn biz 4-cü kursun deməli 1-ci yarısında artıq dərsləri idi hələ ki və axşam yerinə çıxırdıq. Park var idi orada, mərkəzi parkın elmlərə yaxın tərəfində gedirdik ora, çiğ köftə alırdıq. Bayağı bir 20 dəqiqəlik yolumuz var idi. Ora gedirdik. Orada bizim həmişə yerləncəklər belə parkur kimi bir yer var idi. Orada bol-bol söhbət edirdi, yerlənirdi. Yəni sonra biraz bunu niyə eləyirdik? Metronun çox sıx vaxtı olurdu biz. Saat 3-cü dərsdən falan çıxanda gözləyirik ki, artıq biraz insanlar dağılışsın, sonra gələk. O günlərdə məsələn çox qəşəng idi. Fransız dili ümumiyyətlə, fransız dillə danışmadım. Mən fransız dili haqqında heç bir məlumatım yox idi. Amma daha sonra mən cidden fransız dilinə aşiq oldum demək olar ki. Yəni çox sevdim, özümü çox inkişaf elədiyimi düşünürəm bu 4 il ərzində. Mən psixoloq olmaq istəyirdim, amma indi deyirəm ki, yaxşı ki fransız dilini seçmişəm, yaxşı ki onu oxumuşam, yaxşı ki Bakı Dövlətdə oxumuşam, yaxşı ki tanıdığım insanları tanımışam. Onların məndə xoş xatirəsi çoxdur və hər zaman qalacaq. Eyni zamanda Bakı Dövlət cidden ömrüm boyu mənim qəlbimin ən xoş hissəsində, ən safe hissəsində qalacaq. Onu çox qəşəng xatırlayacağam. Bütün iyi, kötü, bütün günlərə rəğmən ora mənə şu an ev kimi gəlir. Evimmiş kimi hiss edirəm oranı. Bəli dostlar, artıq Bakı Dövlət haqqında ümumiyyətlə bir qısa özət keçmək istədim. Orada keçən 4 ilim haqqında yenə deyirəm, onun yeri məndə çox ayrıdır, çox ayrıda qalacaq, çox xoş qalacaq. Qrup yoldaşlarım, orada tanış olduğum insanlar, hamınızı çox istəyirəm. Hamınızı şübhəliyim. Neyse, onlar özlərini bilirlər. Həyatda sizə çox uğur, xoşbəxtlik arzulayıram. Vlogun artıq sonuna gəldik. Digər vloglarda artıq görüşərik. Görək nələr olacaq.